Mamma toy taraf 4 alıram. Gün 16. Bu gün hissəsində necə xalqın uşağı olmadığımı danışacağam. İmtahanın 687 bal yığıb Ad Universitetinə girəndə hamı mənə xalqın uşağı deməyə başladı. Yəni düzün desəm bu sözün bir gün mənə deyiləcəyini heç vaxt təxmin eləməzdim. Çünki xalqın uşağı mən bildiyim bir cürə olur və mən o cürə deyildim. Mən nə əlaçı olmuşam, hətta illiyimdə 3 belə var idi. Müəllimlərim məndən çox vaxt zəhləsi gedirdi. Hətta məktəbi yaşlı attestatdan bitirmişəm. Niyə deyə soruşsaz, çünki hiperaktiv idim. Ağıllı uşaq stereotipinə uymurdum. Dərsdə çox güldüyüm üçün müəllimlər hər iclasda məni şikayət edirdilər və heç kim məndən heç nə gözləmədiyi üçün qiymətdə yazmırdı. Amma mamam məni heç vaxt buna görə danlamayıb. Olduğum insanı dəyişməyə çalışmayıb, dərslərimə görə mənə təzyiq göstərməyib. Mən istədiyim hər şey eləyən bir uşaq idim və o da həmişə yanımdaydı. Yəni gördüyünüz kimi indi burdayam və istəyirəm ki, insanlar bir gündə desinlər ki, bu qız RAV4-ü də aldı. Çünki mən bu maşını mənə verdiyi şərtsiz dəstəyin və göstərdiyi azadlığın qarşılığında mamma almaq istəyirəm. Əgər siz də mənə dəstək olmaq istəyirsinizsə, hesabıma keçid eləyib əl işlərimə baxa bilərsiniz.